Gələcək yönümlü ixtisas olduğunu düşünürəm. Peşəkar universitetlər siyahısında birinci növbədə gəldiyini düşünürəm. İşlə təmin olunmur. Mükəmməl ixtisaslaşmaq üçün universitetin biraz şəhərdən kənarda yerləşməsinə diqqət yetirməlidir. O hərbi mühit yoxdur. Mən Xanəli Babayev, Dövlət Gömrük Komitəsi Akademiyası tələbəsi, 2-ci kursda oxuyuram. İxtisasım beynəlxalq ticarət və loqistikadır, ingilis dilində. Bu gün biz ixtisas və universitet seçimi haqqında müzakirə aparacağıq. Universitet karyera qurmaqda sizə necə dəstək olur? İlkin olaraq bunu deyə bilərəm ki, networking barəsi çox böyükdür. Yəni networking olaraq akademiyamızda bir qədər kiçik olduğu üçün daha çox insanları tanıma fürsətimiz olur. Öz qrup yoldaşlarımızdan əlavə yuxarı kurslar, daha bizdən aşağı kurslar olsun, onlarla bilik məlumatı əldə eləmək və sair. Yəni gələcəkdə iş imkanları cəhətdən, karyera qurmaq cəhətdən, yəni kiçik bir LinkedIn platforması deyə bilərik. Bu ixtisasda oxumağın ən böyük üstünlüyü nədir? Gələcək yönümlü ixtisas olduğunu düşünürəm. Çünki gələcəkdə daha da çox ehtiyac yaranacaq bu sahəyə. İxtisaslı kadr çatışmamazlığına olduğu üçün daha da böyük fürsətlər doğacağını düşünürəm və pul üçün yox, daha çox maraq üçün də getsək daha yaxşı olar bu ixtisas barəsində. Universitetin akademik heyəti haqqında düşüncələriniz nədir? Akademik heyət bizdə 2 qrupa bölünür. Bir Gömrük Akademiyasının öz müəllimləri, yəni gömrük orqanlarında işləyən müəllimlər belə olur və bir də digər universitetlərdən gələn müəllimlər olur. Belə deyək ki, məsələn bizim müəllimlərimizin əksəriyyəti beynəlxalq ticarət və loqistika ixtisasının UNEK müəllimləridir ki, ingilis dili korpusuna həm orada dərs deyir, həm bizə də dərs deyirlər. Bu da düşünürəm ki, bir üstünlükdür ki, bizim üçün həm öz sahəmizdən, öz ixtisasımızın müəllimləri və digər universitetin müəllimləri ilə birbaşa olaraq kontakta keçə bilirik, onlarla əlaqə saxlaya bilirik. Müəllimlərimiz məsələn bizi çox sıxmır deyə bilərəm, çünki biz məsəl üçün dərslərdə çox bir yerdə sırf Gömrük Akademiyasında oxuyuruq deyə, yəni o hərbi mühit yoxdur da. Nizam-intizam var, bəli, amma yəni tələbə mühiti, müəllim-tələbə münasibəti çox istidir və müəllimlər tələbələri daha çox öyrənməyə təşviq edir. Sizin ixtisası seçən gənclər üçün məsləhətiniz nə olar? İxtisas olaraq çox zəngin və gələcək cəhətdən çox perspektivli ixtisas olduğunu düşünürəm və bu yolda daha da yaxşı nailiyyətlər, uğurlar əldə etmək məncə əlçatan olduğunu düşünürəm. Özəlliklə də süni intellektin və sairənin inkişaf elədiyi bir dövrdəyik. Yəni loqistika sahəsində bundan müəyyən qədər bəhrələnəcək. Yəni işlərin azalması üçün deyil, yeni iş sahələrinin loqistika ixtisasında yaranmasına müsbət töhfə verə bilər. Bu universiteti seçən biri nəyi bilməlidir? Bu universiteti seçən bir ilk növbədə bunu bilməlidir ki, işlə birbaşa olaraq təmin eləmir, müəyyən qədər nizam-intizam qaydalarına malikdir, universitetin biraz şəhərdən kənarda yerləşməsinə diqqət yetirməlidir. Sizcə sizin ixtisasınızı seçən birinci kurs tələbələri ən çox hansı mövzularda yanılırlar? Düşünürəm ki, sırf ada görə Gömrük Akademiyasını seçirlərsə çox yanılırlar. Yəni müəyyən məqsədləri olmalıdır bura gəlmək üçün. Bu məqsədlərə çalışmaq lazımdır və bunu da qeyd edim ki, Gömrük Akademiyası bir qədər şəhərdən kənarda yerləşir. Bu da müəyyən qədər çətinliklər yarada bilər. Düşündükdə hər şeyi nəzərə alıb buranı yazmaq lazımdır. Son olaraq bizə və abituriyentlərə nə demək istəyərdiniz? Sizə çox təşəkkür edirəm ki, bu cür bir platforma yaratmısınız və daha çox abituriyentlərə maariflənməsinə, ixtisas seçiminə dəstək olursunuz. Abituriyentlərə də demək istəyəcəyim ola bilər ki, bir məqsədiniz olsun və o məqsəd üçün çalışın və o yolda çalışanda çətinliklər belə insana xoş gəlir ki, daha da çox nailiyyətlər əldə etsin.